boşanmış qadınla doğrudanmı evlənilməz? Üstəlik uşağı varsa, deyəsən haqlıydılar evlənilməz. Boşanmış qadınla evlənmək asan deyil. Çünki qadın boşanıbsa, o deməkdir ki, qadın ürəkdən gülməyin nə olduğunu bilib nə vaxtsa. Qadın boşanıbsa, ümidi tanıyır, hüzuru tanıyır, səadəti tanıyır demək. Qadın boşanıbsa, önünə nə qoyublarsa, onu yeməyib demək. Ya özü nəsə eləyib, ya özündə nəsə etməyə güc tapıb. Eş olsun deyib keçməyib, olursa yaxşısı olsun deyib. Zülmün əsarətindənsə səadətin sahibi olmağı seçib. Boşanmış qadın kimlə gəldi evlənməz, pisə razı olsaydı zaten. Niyə boşanırdı ki? Bu demək deyil ki, boşanan qadına əl çalmalıyıq, alqışlamalıyıq, boşanan qadın qəhrəmandır. Bu video o demək deyil ki, biz boşanmağı təlqin edirik. Əsla. Bugünkü mövzu sadəcə boşanmış qadından evlənilərmi? Və doğrudan da cəmiyyətin yavaş-yavaş ortadan qaldırdığı o qorxunun əsaslı bir mənası var. Boşanmış qadınla evlənməzlər çünki qadın boşanıbsa, onun artıq bir dəfə daha təəssüf etməyə yeri qalmayıb. O bir daha birinə güvənəcəksə, sizin də, özünün də ilkindən daha yaxşı bir adam olmalıdır. Üstəlik, əgər o qadının uşağı varsa. Uşaqlı boşanmış qadınla evlənmək üçün sən doğrudan da 2 dəfə düşünməlisin. Bir uşağın yanında ömrü boyu dəyanətlə durmaq səndən 2 dəfə çox kişilik tələb edir. Qadını sevmək yetməyəcək. İnsan kimi mərhəbətin, sahiblik duyğun, güvən verməyin olmalıdır.